İsə araşdırmamız var dünya gündəminin digər xəbərləri ilə bağlı. Belə ki, Əfqanistan və Pakistan arasında Hilmənd əyalətinin mübahisəli sərhəd bölgəsi Bəhramçada iki ölkə arasında silahlı qarşıdurma oldu. Bu barədə Əl-Ərəbiyyə məlumat yayıb. Hazırda dövlətlər arasında sərhəd bütün nəqliyyat növləri üçün bağlıdır. Sözügedən bölgənin Əfqanistan üçün, Pakistan üçün nə kimi əhəmiyyəti var? İndiyədək Hilmənd əyaləti uğrunda hansı döyüşlər baş tutub? İndiki məqamda tərəflər arasında savaşın çıxmasına və səbəb nədir? Bütün bu məsələləri araşdırmışıq, izləyək. Pakistanla Hindistan arasında atəşkəs əldə olunduqdan sonra indi də Pakistan-Əfqanistan sərhədində toqquşmalar olur. Münaqişəyə səbəb kimi Pakistanın Hilmənd əyalətinə, sərhəd bölgələrində sərhəd keçid məntəqələrinin tikintisi göstərilib. Hazırda ölkələr arasında sərhəd bütün nəqliyyat növləri üçün bağlıdır. Əslində Əfqanistanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistanla sərhəddə gərginlik azalmır. Müxtəlif zamanlarda toqquşmalar baş verir. Hətta Pakistan hərbi hava qüvvələri bir neçə dəfə həmin qrupların sığınacaqlarına zərbələr endirib. İslamabadın mövqeyinə görə Kabil Hilmənd əyalətindəki silahlı qruplara nəzarət edə bilmir və həmin qruplar sərhəddə gərginlik yaradırlar. Əfqanistan isə Pakistanın sürətli şəkildə Əfqan mühacirləri ölkədən Hilməndə deportasiya etməsindən narazıdır. Qonşu ölkədən milyonlarla Əfqanın vətəninə məcburi formada qaytarılması iqtisadi cəhətdən ağır vəziyyətdə olan Əfqanistan üçün arzu olunan deyil. İki ölkə arasında Hilmənddə yaşanan gərginliyin birinci səbəbi məhz budur. Bundan əlavə, bölgə Əfqanistanın əsas gəlir mənbəyi hesab olunan illegal biznesin, narkotikin dünyaya paylanması üçün əsas marşrut xətlərindən biridir. Pakistan isə Hilmənd əyalətində sərhəd keçid məntəqələri quraşdırmaqla bunun qarşısını almağa çalışır. Məsələnin digər bir aspekti ondan ibarətdir ki, Hilmənd vilayəti Əfqanistanın cənub-qərbində yerləşir və Pakistanla iki ölkənin ticarət əlaqələrinin əsas marşrutlarından biri hesab olunur. Bölgədə həm legal, həm də qeyri-legal əməliyyatlar olduqca geniş xarakter alıb və rəsmi İslamabad keçid məntəqələrini inkişaf etdirməklə və yenilərini istifadə edilməklə həmin qeyri-legal addımların qarşısını almağa və ya ki, onlara nəzarət imkanlarını genişləndirməyə çalışır. Bu məsələ də Taliban rejimi tərəfindən özlərinə suverenliyinə bir qəsd kimi qiymətləndirilir. Digər tərəfdən Hindistan-Pakistan arasında baş verən son münaqişələr İslamabadın təbii su ehtiyatlarına çıxışda müəyyən problemlərə yol açıb. Əfqanistanın Hilmənd əyalətindən keçən çay isə təbii su ehtiyatı baxımından xüsusi əhəmiyyət daşıyır. Odur ki, Pakistan Hilmənd vilayətinə nəzarət əldə etməklə həm illegal biznes və idarə edilməyən silahlı birləşmələrin qarşısını almağa, həm də ölkənin su ehtiyacını bərpa etməyə çalışır. Digər səbəb isə yenə mənim fikrimcə Hindistan və Pakistan arasında baş verən son hadisədən qaynaqlanır bilər. Bu da su ehtiyatları uğrunda mübarizədir. Çünki Hindistanın Pakistana hücumundan sonra Hindistan bir tərəfli qaydada Pakistanla uzun illər öncə əldə edilmiş su müqaviləsini ləğv etdi və bu da Pakistanın həm Kəşmir bölgəsində, həm də digər bölgələrdə su təminatına kifayət qədər çətinlik yaradı. Hilmənd çayının su hövzələrindən lazım olan qədər Hilmənd çayının su ehtiyatlarından daha çox yararlanmaq niyyətindədir. Sadalanan problemlərə paralel olaraq Pakistanla Əfqanistan arasında gərginliyin digər səbəbi Amerika Birləşmiş Ştatları Çin iqtisadi savaşı ola bilər. Belə ki, İslamabad Pekinin strateji müttəfiqidir. Çinin Pakistana böyük yatırımları var. Bu ölkədə müxtəlif nəqliyyat layihələri həyata keçirilir. Eyni zamanda Pekin Talibanla da sıx təmaslar qurur. Hətta rejimi ilk tanıyan ölkələrdən biridir. Pekin Əfqanistana da yatırımlar qoymağa başlayıb. Bu ölkənin zəngin yeraltı sərvətlərini işlətmək istəyir. Məhz bütün bunların fonunda eyni ilə Hindistan-Pakistan qarşıdurmasında olduğu kimi Vaşinqton indi də Çinin iki tərəfdaşı arasında sərhəd gərginliyi yaratmaqla Pekinin regional maraqlarına zərər vurmağa çalışır.